Salam əziz 11-cilər, 14 dekabr 2025-ci il güvən sınağı 11-ci sinif. İzahlara başlayaq. İzahlara keçməmişdən öncə kanalıma abunə olmağı sizdən xahiş edirəm və videonu bəyənməyi və şərh bölməsinə də öz fikirlərinizi yazmağı, eləcə də suallarla bağlısa qaranlıq qalan məqamları qeyd etməyi xahiş edirəm. Azərbaycan dili 31-ci sual başladıq. Feili bağlama işlənmiş cümləni yaxud cümlələri müəyyən edin bizdən. Öncəliklə feili bağlama şəkilçilərini xatırlamalıyıq. Ib, ib, ub, üb, araq, ərək, mamış, məmiş və s. və ilə axır. Birinci cümlədə uşaq qarşısındakı bu gülümsər çöhrəli kişiyə diqqətlə baxdı. Burada yoxdur. Qadınlar mövzunu dəyişdilər. İndi də paltar yumaqdan. Burada paltar yumaq məstərdir. Feili bağlama deyil. Dincini almaq üçün otağa girərək ibi araq ərəklə əvəz edə biliriksə, o zaman feili bağlama şəkilçisidir. Zaman şəkilçisi deyil. Ona görə 3 də var. Oğlan dinməz söyləməz atasının tapşırıqlarını yerinə yetirdi. Burada dinməz söyləməz feili bağlama deyil, zərfdir. Feili bağlama şəkilçisi ar, deməli armazdır. Başqa sözlə ərməzdir. Ona görə 4 deyil. Cavabımız olacaq yalnız 3 C variantı. Zərf işlənməyibdir. Birinci cümlədə indi zərfi işlənibdir. Üçüncü cümlədə yayda. Yayda bu hissədə kəskin formada yuxarıya qalxır. Nə zaman? Yayladır bu. Yayla bu hissədə kəskin formada yuxarıya qalxır. Elə bildim yaydadır. Zaman zərfi işlənib. Yuxarı yer zərfi burada işlənibdir. Ərazidə bir neçə müşahidə meydançası inşa edilmişdir. İkinci cümlədə yoxdur. Dördüncü cümlədə yoxdur. Cəllad kəndiri hazırlayanda Bənna qorxmağa başladı. Beşinci cümlədə də yoxdur. Cavabımız olacaq 2, 4, 5 D variantı. Yəni biz 1 ilə 3 olan variantları silsək, yenə D variantını almış olarıq. 33-cü sualla cədvəldəki uyğun fikirləri soruşur. Tələffüzdə Q və tələffüzdə K-nı soruşur. Deməli, təzyiq yazılır, K ilə deyilir. Burada K olacaq. Təqlid burada Q olacaq. Çünki özündən sonra söz ortasında Q-dan sonra cingətili samit gələndə Q olduğu kimi tələffüz edilir. Burada isə həddi büluğ olacaq. 1-3 olan variantları həmən siləcəm. Şəfqət sözündə burada Q kimi qalacaq. Deməli, 4 olan variantı da sildim. Deməli, burada təqsir yazılır, təqsir deyilir, K olacaq və komik sözündə də yenə K olmuş olacaq. Cavab variantımız 2, 5, 6, o da B variantı. 34-cü sual. Özünün mənən sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Klasteri tamamlayacaq fikir. Klasterdə birinci xanada verilən fikir doğrudursa, digərləri də doğru olaraq seçilməlidir. Yanlışdırsa, digərləri də yanlış. Məsələn, burada veribdir, şəxs təyini və qeyri-müəyyən əvəzli işlənibdir. Deməli, məsələn, öz təyini əvəzli işlənibdir, doğrudur. Heç kəsə bildirmək istəmirdi, heç kəs qeyri-müəyyən əvəzli işlənibdir, amma şəxs əvəzli işlənməyibdir. Burada mənən sarsıldığı mən əvəzliyindən düzələn zərfdir. Mənən, qəlbən, ruhən, qəsdən və s. Ən şəkilçisi ilə. Ona görə birinci fikir yanlış fikirdirsə, digərləri də yanlış olmuş olacaq. 1. Say əşyanın konkret miqdarını bildirir. Burada bir sözü say kimi yox, ədat mövqeyində çıxış edibdir. Ona görə 1 səhvdir. 2. Feil deməli xəbər şəklindədir. İdi hissəci ilə işlənibdir. Bildirmək istəmirdi. İr burada zaman şəkilçisidir. Xəbər şəklindədir və idi hissəci işlənibdir. 2 doğrudur. Həm feilin, həm zərfin xüsusiyyətini daşıyan söz yoxdur. Yəni feili bağlama deyir, yoxdur. Düz deyir. Burada deməli feili sifət var. Acizləşmək məstər var, olduğunu dığı feili sifət var, amma feili bağlama yoxdur. Deməli 3 də doğrudur. 2, 3 olan variantı sildim. Cavabımız 1, 4, 5. İsim konkretdir, adam ismi. Bəli, qeyri-müəyyən təsiri haldadır, xeyr adlı haldadır. Feillərdən biri qayıdış, digəri məlum növdədir. Feillərin hər biri məlum növdədir. Məsələn, sarsılmaq sözü burada məlum növdədir. Acizləşmək məlum növdədir. Acizləşmək üzrə olduğunu, nə bilim, bax bu feil məlum növdədir, bildirmək istəmirdi və s. Bu da məlum növdədir. Ona görə 5 də yanlışdır. Cavabımız 1, 4, 5 olmuş olacaq. 35. Çoxaltma dərəcəsində olan sifət işlənən hansı cümlədə ismin xüsusiyyətini daşıyan qeyri-müəyyən miqdar sayda işlənib? Deməli, mən neyniyəcəm? Cümlədə çoxaltma dərəcə olan sifət axtaracam, həm də qeyri-müəyyən miqdar sayı axtarıb tapacam və ismin xüsusiyyətini daşımış olsun. Y variantından, deməli, A variantdan doğru irəliləsək, həmin gün malların bir qədərini çox ucuz qiymətə satmalı olmuşdum.
Deməli, bax, bir qədər mal. Bir qədər burada mürəkkəb qeyri-müəyyən miqdar sayıdır. Həm mənsubiyyətə görə dəyişibdir, həm təsirli yan şəkilçi qəbul edib isimləşibdir, yəni ismin xüsusiyyətini daşıyıbdır və ucuz sözü sifətdir, qarşısında ədad işlənibdir və çoxaltma dərəcəsində olan sifət yaranıbdır. Cavabımız olacaq Y variantı. Məsələn, burada D variantı birinə deməli burada say falan deyil, qeyri-müəyyən əvəzlikdir. C variantında deməli 5-cilər düzdür, burada yüksək tələb sifət çoxaltma dərəcəsində olsa da, amma isimləşən say qeyri-müəyyən miqdar sayı yox, sıra sayıdır. B variantında çoxları bəli qeyri-müəyyən miqdar sayı isimləşibdir, amma çoxaltma dərəcəsində olan sifət yoxdur. Müəllim daha aşağı bal, aşağı sözü burada zərfdir. İri gözlərində olduqca mülayim və mehriban baxış. Bax, mülayim, olduqca mehriban çoxaltma dərəcəsində olan sifət var, amma isimləşmiş qeyri-müəyyən miqdar sayı yoxdur. Cavabımız olacaq Y variantı. Davam edirik 36-cı sualla. Deməli, antonim cütlüklər verilibdir. Deyə onların hər iki tərəfinin amonimliyi deməli olmasın. Hansı sözün hər iki tərəfin amonimliyi olmasın? Atmaq, tutmaq antonim cütlüyüdür. Burada atın da amonimliyi var. At, heyvanat, isim kimi və feil kimi. Tut, meyvə tut və feil kimi bunun var. Yaş və quru, yaşın da amonimi var. İnsanın yaşı, məsələn, bir də yaş nə mənasında. Qurun da qurumaq feili və quru sifəti kimi var. Gen sözü insanın geni, kimyəvi anlayış kimi amonimliyi var. Bir də geniş anlamda. Darın da amonimliyi var. Dar, ensiz mənasında, bir də çətinlik mənasında. 4-cü nümunədə yadın amonimi var. Təfəkkür, yad, yaddaş. Bir də özgə mənasında, amma doğmanın amonimliyi yoxdur. Ona görə cavab variantımız olacaq yalnız 4. O da C variantıdır. O C-də hansı cümlədə təsirli çalda olan isim, bax diqqətli olun. Təsirli çalda olan isim işlənmişdir. Birinci cümlədə məsələn saatdır, kəfkirdir, otaqdır, çıqqıltı sözlərdir. Bunlar isimlərdir. Heç biri təsirli çalda deyil. Məsələn, saatın yəli çalda, kəfkiri sözü adlı qaldadır. Mənsubiyyətə görə dəyişibdir. Otağa yönlü çalda, çıqqıltı deyək ki, adlı qaldadır. Məsələn, şəxs sözüdür B variantında. Deməli, iş sözüdür. Burada iş qoşmalı isim adlı qaldadır, şəxs adlı qaldadır və s. Digərlərində də bu və ya buna bənzər məsələlərdir. Məsələn, D variantına baxsaq, onun yaşla dolmuş və torlanmış gözü qatı qaranlıqda at, heyvan at. Atı güclə seçdi. Nəyi atı? At isimdir, təsirli çaldadır. Cavabımız olacaq D variantı. Nümunə ilə bağlı düzgün fikir bizdən soruşur. Deməli, Çipiyaninin kölgəsi uzanıb alçaq daxmaların belinə sərilir. Bəzən divarların dibi ilə sürünür. Bəzən də küçənin kənarı ilə irəliləyir. Verilən nümunə ilə bağlı indi bizdən düzgünləri soruşmuş olacaq. Zərfin mənaca iki növünə aid nümunə işlənibdir. Burada gəl belə deyək də, bir-bir baxaq. Çipiyan deməli isim, kölgə isim, uzanıb feil, alçaq sifət, daxma isim, bel isim, sərilir feil, bəzən zərf, divar isimdir, dib isimdir, ilə qoşmadır. Bu heç sürünür feil, bəzən yenə zərf, dadə bağlayıcı, küçə deməli isim, kənar isimdir. Burada kənar sifət kimi də işlənər. Məsələn, yad özgə mənasında kənar adam olsaydı burada hər hansı bir şeyin qırağı, sonu xətti, yan tərəfi anlamında işləndiyi üçün kənar sözü, məsələn, küçənin nə bilim qırağı, yan tərəfi, yanı, kənarı isim kimi işlənibdir. İrəliləyirdi, feildir. Deməli, zərfin iki məna növü yox, bir məna növü işlənibdir. Zaman zərfi bu getdir. Təsriflənən feillərin hamısı qayıdış növdədir. Yox, irəliləyirdi sözü məlum növdədir. Bu da getdi. Mənsubiyyətə görə dəyişən isimlərin hamısı, mənsubiyyətə görə dəyişən sözlərin biri də isim deyil, hamısı isimdir. Yəni burada kölgə, ondan sonra daxmaların beli, divarların dibi, küçənin kənarı hamısı isimdir. Sonra o da deməli yanlışdır. Həm əlamət, həm keyfiyyət bildirən sifət var. Yox, burada bir dənə alçaq əlamət bildirən sifət var. Əsas nitq hissələrindən nə olmadı burada? Olmadı say, bir də olmadı əvəzli. İsim, sifət var, feil var, zərf var, sayla əvəzlik yoxdur. Cavabımız həqiqətən də olmuş oldu Y variant. Hansı cümlədə əvəzliyin daha çox məna növünə aid nümunə işlənibdir? Məktəbin ən sevimli müəllimlərindən birini niyə xataya saldım?
Məktəbin ən sevimli müəllimlərindən biri, ikisi. Bax, burada bir sözü saydı. Yəni bu müəllimlərindən biri bir saydı. İ mənsubiyyətdir, i təsirli kəl. Yəni burada əvəzlik bir dənə niyədir, sual əvəzliyi var bir dənə. Bəlkə sən şəxs əvəzliyi qəsdən demisən ki, məni bütün işlərdən qovsunlar. Bütün təyin əvəzliyi burada iki məna növü var. Bir şəxs əvəzliyi, sən və mən və bütün təyin əvəzliyi iki dənə. Bir anlıq elə his yarandı ki, necə his, elə his. İşarə əvəzliyi. Atası haradasa dayanıb, hara sual əvəzliyi, ona baxır. Bu da şəxs əvəzliyi. Deməli, üç məna növü yarandı. Özü də narahat olur ki, özü təyini. Kimisə fəlakətə sala bilər, kimisə qeyri-müəyyən. İki dənə. Bu sükut ilə bu sükut il qədər uzun çəksə də heç nə söyləmədən gözlədim. Bu sükut, bu işarə əvəzliyi. İl qədər uzun çəksə də burada yoxdur. Heç nə söyləmədən, heç nə burada da sual heç nəyi qeyri-müəyyən əvəzlik işlənibdir. Başqa yoxdur. Deməli, ən çox əvəzlik məna növü işlənibdir C variantında. 40. Cədvəldəki uyğunsuzluğu bizdən soruşacaq. Baxaq. Deməli, bizdən uyğunsuzluğu soruşacaq. Diqqətli oluruq. Deməli, birinci. Rəsmxət sözünün yazılışı və tələffüzü fərqlənmir. Məsələn, 5-dən baxsam, vizual sözündə elə birdən baxaq da, rəsmxət sözünün yazılışı və tələffüzü fərqlənmir. Deməli, fərqlənir. Tələffüzdə i artıracağam. Deməli, bu yanlış fikir, amma qabağından doğru götürüblər. Uyğunsuzdur bir. Tsunami. Tsunami və surə, tsunami sözündə və surə sözlərində eyni sayt uzanır. Tsunami sözündə uzanma yoxdur. Sadəcə olaraq A-nın üzərinə vurğu düşübdür, amma surə sözündə uzanma var. Səhv fikirdir. Qabağından elə yanlış yazıqdır. 2 doğrudur. Götürə bilmərəm. 2 olan variantları siləcəm. Mürəkkəb sözündə, deməli, karların sayı Cingiltili samitlərin sayından azdır. Düz deyir, azdır. Qabağından da doğru veribdir. Ona görə 3 olan variantda götürəcəm. Avtomatik B qalacaq. Söyüddü şəklində deyiləcək. Kar Cingiltili samit cütlüyü işlənibdir. Bəli, orada D-T işlənibdir. Doğru fikirdir, amma qabağından yanlış qoyubdur. 1-4. Vizual sözündə səs və hərflərin sayında fərq yoxdur. Amma deyir ki, burada səslərin sayı hərflərin sayından çoxdur deyə yanlışdır. Qabağından doğru qoyubdur. Ona görə uyğunsuzdur. 1-4-5 B variantı olmuş oldu. Belə. Davam edək indi mətn sualları ilə xalqın çətin günləri. Belə bir mətn düşmüşdü. İndi mən mətni aşağı yuxarı eləyəcəm. Mətnlə tanış olmayanlar tanış ola bilərlər. Bir qədər də mən bunun ölçüsünü də kiçildim ki, daha yaxşı oxuya biləsiniz. Belə. Deməli, birinci sualla davam edirik. Mətnə əsasən Məhəmmədin verdiyi suallar onun, bax, mətnin bu hissəsində deməli qeyd edir ki, deməli, Məhəmməd və Qasım ağa da böyüklərə qoşulmuşdu. Məhəmməd burada düşünür ki, doğrudan da bu çəyirtkələri Allah göndərib görəsən. Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adam yazıq deyilmi? Bundan əlavə, hətta burada Məhəmməd düşünür, bu işə bir məna verə bilmirdi. Məhəmmədin o düşüncələrinə bu iki hissədə yer veribdi. İndi burada biz yalnız qorxu ilə yaşayan biri olduğunu deyə bilmərik. Dini inancları dəyişməz qəbul etdiyini biz bunu deyə bilmərik. Dəyişməz qəbul etdiyini biz deməli bu fikir sübut etmiş olsaydı, Məhəmməd düşünərdi ki, böyüklər düz deyir. Yəqin ki, nəsə bir Allaha acıq gedəcək bir iş görmüşük. Ona görə Allah bizi cəzalandırıb. Yaxud ənənəvi davranışları kör-körənə tabe olduğunu göstərir. Xeyr, əgər bunun düşüncələrinə yer verilibsə, deməli hadisələri kör-körənə tabe deyil, hadisələrə tənqidi yanaşır, düşüncəli yanaşır. Bəs müəllim burada qeyri-məntiqi nəticə çıxardığını sübut edir. Mən C ilə Y variantı arası qalmışam, variantları arasında qalmışam. Bunu necə mən əsaslandırım? Baxın. Qeyri-məntiqi nəticə budur ki, yəni məsələn baxın, verilən faktlara, sübutlara və ya sağlam məntiqə əsaslanmadan o əlaqəsiz səhv əsaslar üzərində qərar verməkdir qeyri-məntiqi nəticə çıxarmaq. Məsələn bir nümunə deyirəm ki, bu gün hava soyuqdur.
Deməli sabah imtahanlar ləğv olunacaq. Yəni hava soyuq olanda imtahan ləğv olunmalıdırmı? Yaxud da ki bir yoldaşımız dərsə gecikir, onun haqqında düşünürük ki, dərsə gecikirsə deməli tənbəldir. Təbii ki, tək bir hal ümumi bir xüsusiyyət kimi təqdim olunması bu belə deyək də qeyri-məntiqi nəticədir. Ona görə biz Məhəmmədin düşüncələrinin qeyri-məntiqi nəticə çıxardığının sübutu kimi götürməyimiz yanlış olar. Müəllim, bəs hansı halda biz onun deyək ki, Y variantını götürə bilərdik? Məsələn, əgər Məhəmməd düşünsəydi ki, baxın, Məhəmməd düşünsəydi ki, bu dua edən şəxslər, bunlar o adamlar içərisində az yaşlı bu iki nəfərin adını verib də, Məhəmməd və Qasımağanı veribdir. Bunlar Məhəmməd düşünsəydi ki, böyüklər məsələn, böyüklər düşünür ki, bu bəla Allahın bizlərə verdiyi bir cəzadır. Deməli, o böyüklər bizdən yaşca böyük olduğu üçün onlar bizdən çox bilir və onlar dediklərində haqlıdırlar. Belə bir fikir vermiş olsaydı, biz deyərdik ki, bəli, Məhəmmədin verdiyi suallar onun qeyri-məntiqi nəticələr çıxardığının sübutudur. Ona görə Y variantı olmaz. Cavab variantımız C-dir. O hadisələrə bir tənqidi, bir düşüncəli yanaşır ki, görəsən niyə belədir, belə deyək. 42-ci suala baxaq. Mətnlə bağlı yanlış fikirləri bizdən soruşur. Bax, hadisənin məsciddə elan edilməsi, bəli, həmin hadisənin ictimai əhəmiyyətini göstərir. Bu var. Cəmaatın dua və tövbəyə yönəlməsi onların dini inanclarından xəbər verir. Bu da var. Deməli, 1-2 olan variantı siləcəm. Müsəllaya çıxmaq çəyirtkələrə qarşı tətbiq edilən nədir? Burada texniki tədbirdir. Baxın, bu texniki tədbir ola bilməz. Texniki tədbir nədir? Müəyyən bir işi, müəyyən bir prosesi və ya müəyyən bir sistemi texniki vasitələrdən istifadə etməklə, necə deyərlər, düzgün, təhlükəsiz, səmərəli şəkildə həyata keçirmək üçün görülən bir tədbirlər sistemidir. Məsələn, sadə izahla da bir avadanlıq, bir cihaz, bir mexanizm. Məsələn, deyək ki, biz məktəbdə xoşa gəlməz hadisələri bir müəllim olaraq onu vaxtında agah olmaqdan ötürü. Məsələn, mən bir müəllim olaraq ancaq gecə yatanda Allaha dua eləyim ki, ya Rəbbim, sən mənim yuxuma ayan elə ki, hansı uşaq dəcəldir, hansı uşaq belə deyək də məktəbdə xoşa gəlməz bir hadisə törədəcək, bir hərəkət eləyəcək, onu yuxuda mənə əyan elə. Bu texniki tədbir deyil axı. Texniki tədbir nə olar? Təbii ki, məktəbdə sinif otaqlarına kamera sisteminin quraşdırılması. Aydındır? Budur, texniki tədbir budur. Ona görə burada texniki tədbir müsallaya çıxmaq yox, göyərçinlərin gətirilməsi texniki tədbirdir. Əgər burada göyərçinlərin gətirilməsi texniki tədbirdir desəydi, doğru olardı. Ona görə 3 yanlışdır. Cəmaət əvvəlki nəsillərin yaşadığı təcrübələrə əsaslanaraq davranır. Bəli, burada hansı ki bir adamın biri deyir, yaşım 100 olmasa da 100-ə yaxındır. Hələ uşaq olanda da belə bir bəla baş vermişdi. Cəmaət dua etdi və göyərçin üçün adam göndərdi. Göyərçinlər də bu bəlanı rədd elədi və eyni prosesi görəcəklər. Deməli, əvvəlki nəsillərin yaşadığı təcrübələrə əsaslanaraq davranırlar. Deməli, 4 doğrudur, götürə bilmərəm. Gənc nəsil dini inanclarla yaşayan yaşlı nəslin düşüncələrini sorğulamır. Niyə sorğulamır ki? Bəs biz burada elə 41-ci sualda Məhəmmədin verdiyi suallar hadisələrə tənqidi və düşüncəli yanaşmanı göstərmirmi? Ona görə 5 yanlışdır. Cavabımız olacaq 3 və 5 D variantı. 43. Qarşısına rəqəm yazılmış hansı cümlələrdə mətnin üslubu xüsusiyyəti özünü göstərir? Biz bilirik ki, mətn bədii üslubdadır. Bizə də lazımdır məcazi mənalı ifadələrin yer aldığı cümlələr. Baxacağım, birinci deməli bir qoyulan bir saatın içində adamlar bu səsi eşidib məscidə toplaşdılar. Heç nə yoxdur. İkinci cümlə. Yaşı, qurunu da yandırıb yaxar, hamını qara günə qoyar. De bax, bu biri bu ikinci cümlə. Üçüncü cümlə. Xanın özü də qızıl nişan tikilmiş papağını çıxarıb ayaqyalın gedirdi. Burada heç nə yoxdur. 4. Onlar uçanda bulut kimi yerə kölgə salır. Bax, burada təşbih nümunəsi. Deməli, cavabımız olacaq 2 və 4. 5-ə də baxıram, çəyirtkənin yolu üstündə enli bir xəndək qazıb oraya su buraxmışlar. Yox. Cavabımız olacaq 2 və 4. O da C variantı. Mətnlə bağlı bizdən düzgün fikirləri soruşur. Deməli, mətnə görə nəyi müəyyən edə bilərik? Mətnə görə nəyi müəyyən etmək mümkün deyil. Baxaq, dini inan və düşüncənin hələ də sosial qərarların mühüm hissəsi olduğunu biz mətnə əsası müəyyən edə bilirik. Bəli, orada dini inanc yerinə yetirirlər. Bu, mətnə görə doğrudur. Biri götürəcəm. İnsanların gözünün açılmasına imkan verməmək üçün məktəb məsələsi yoxdur burada. Deməli, 2 harda var, siləcəm.
Mətnə görə müəyyən etmək olmur nəyi? Liderin hansı göstəricilər əsasında seçildiyini biz bunu gördükmü? Düzdür, burada xandan söhbət getdi, amma o bir lider idi, xalqın lideri idi, deməli, mətndə. Amma onun hansı göstəricilər əsasında seçildiyi bəlli deyil. Kollektivin dini ayinlərinin insanlara psixoloji rahatlıq verdiyini, bəli, artıq onlar inanırdılar ki, necə ki o yaşlı kişinin dilindən də verilir, o duaya çıxırlar, göyərçin gətirirlər və beləliklə bəla başlarının üzərindən getmiş olubdur keçmişdə. İndi də o şəkildə olacaq. Ona görə 4 var mətndə. Cavabımız olacaq 1 və 3 D variantı. 45-ci sual. Hansı fikri mətnlə əlaqələndirmək olmaz? Və bu sual yaradıcı bir sualdır. Məsələn, mən güvən sınaqlarından açığı çox xoşum gəlir. Bəzi hallarda bu şagirdlərdə bir narazılıq yaradır ki, müəllim vaxt çox aparır, neynir? Amma bu sınaqlara öyrəşmək lazımdır, vərdiş etmək lazımdır. Həqiqətən də şagirdləri yaradıcı, tənqidi düşünməyə sövq edir. Bu mən şəxsən öz fikrimdir. Hansı fikri mətnlə əlaqələndirmək olmaz? İnanc dua ilə güclənər, tədbirlə tamamlanır. Aha, baxın, dua edəcəklər Allaha. Daha sonra göyərçini gətirəcəklər. Göyərçin həmin çəyirtkələri yeyəcək və bu bəla başları üzərindən çəkilmiş olacaq. Bu var. Təbiətin dilini anlamaq fəlakəti dəf etməyin ilk yoludur. Aha. Təbiətin dilini, bunu saxlayacağam. Bunu hələ ki saxlayıram. Bilic qorxunu azaldar, inam isə güc verər. Düzdür, mətndə belə deyək də, bilic qorxunu azaldar, İnam isə qorxuya güc verər. Biz burada məsələn adamlar qorxurdu, amma onların inamı o qorxuya güc verirdimi görəsən? Yəni mətndə bundan danışılırmı? Danışılmır. Bunu da saxlayıram. Hər çarəsizliyin qarşısında bir yol var. Bəli, o yolu axtarırdılar, tapdılar da. Təbiət özünə qarşı edilən səhvləri bağışlamır. İndi gəlin buna baxaq. Baxın, əslində bizim Y variantını yazıram burada. Bir daha biz əlaqələnmələrə baxsaq, indi buradakı fikirlər o demək deyil ki, buradakı fikirlərin olduğu kimi mətndə olması əsasdır. Yox, bir əlaqələnmə oldu, kifayətdir. Bir A variantı get. Təbiətin dilini anlamaq fəlakəti dəf etməyin ilk yoldur. Məsələn, bunlar bilirlər ki, artıq bu insanlar bəli təbiətin dilini anlayır. Bilirlər ki, çəyirtkələri məhv edəcək yeganə bir vasitə dərman falan məsələsi deyil, göyərçinlər olacaq. Çünki göyərçin çəyirtkə ətini xoşlayır, belə deyək. Çəyirtkələr onları məhv edəcək. Ona görə çəyirtkələri məhv edəcək. Göyərçin çəyirtkələri, ona görə göyərçin məsələsini ortaya atıblar. Bu təbiətin dilini anlamaq məsələsidir. Bilic qorxunu azaldar, inam isə insana güc verər. Bəli, bunlar inanclı idilər və inancları onlara güc verirdi ki, və bu bəladan bir çıxış yolu tapmağa çalışırlar və tapırlar da. Bu da getdi. Hər çarəsizliyin qarşısında bir yol var, bunu da demişik. Əslində burada mətnlə əlaqəsi olmayacaq məsələ, cavabımız Y variantı olacaq. Təbiət özünə qarşı edilən səhvləri bağışlamır. Biz burada insanların təbiətə qarşı hansı səhvləri etməsi və bunun nəticəsində belə bir bəla ilə üzləşmələri haqqında mətndə məlumat yoxdur. Buna görə cavabımız Y variantı olmuş olacaq. Belə, ola bilsin ki, sualı tərtib edən şəxsin yanaşması fərqli ola bilər. Ona görə, amma mənim fikrimə görə və mətni belə deyək də oxumuşam, bir neçə dəfə nəzər yetirmişəm və ümumi mətnin məzmunu ilə əsaslaşmayacaq fikir Y variantıdır mənim fikrimə görə. Mətndəki çəyirtkə fəlakətinin səbəbi kimi nə göstərilibdir? Mətndə bax, çəyirtkə fəlakətinin səbəbi kimi yalnız bir şey göstərilibdir ki, cəmaət, insanlar Allah Taala'nın qəzəbinə tuş gəlibdir və bunun nəticəsində də insanları çəyirtkələrin göndərilməsi ilə Allah güya çəyirtkələri göndərib bununla insanları cəzalandırır. Yəni Allah Taala'nın insanlara qəzəbi tutubdur. Səbəbi kimi bunu göstərilibdir. Allahın insanlara qəzəbi tutubdur. Belə. Mətnə əsasən cədvəli doldurasıyıq. Mətndəki əsas problem nədir? Problemin həll yolu nədir? Mətndəki əsas problem odur ki, çəyirtkələr, baxın, bu hissələrdən biz götürüb yazacağıq. Deməli, mahala çəyirtkə gəlib. Başqa sözlə, çəyirtkələr, deməli, çəyirtkələr, hətta 3-cü günü məsələsi var idi burada. Bir dənə ona baxacağım. Bir dəqiqə. Hücum etdilər, əkin yerlərini, zəmləri, yoncalıqları çəyirtkə ilə örtüldü və s. və ilə axır. Gəl qısa yazaq. Mahala çəyirtkə gəlib.
Mahala, mahala. Çəyirtkə hücum edib. Hücum edib. Aha. Deməli, mahala çəyirtkə hücum edib. Bu əsas problemdir. Problemin həlli yolu nədir? 1. Duaya çıxmaq, yəni müsəllaya çıxmaq və bir də göyərçin gətirmək. Dua etmək, dua ilə bərabər də göyərçin gətirmək, bu da həmin o problemdən xilas yoludur. Bax, bu hissələrdə də bir də deyirik. Bir bu, bir də göyərçin üçün 2 atlı göndərmək. Bu hissələrdə deyir ki, elə həmin gün göyərçin üçün yola çıxanlar qayıdıb gəlmişlər. Dedilər ki, sabah səhər 2 çanaq darının sayı qədər. Çanaq bilirsiniz də nə? Bir qabdır, taxtadan içini oyurdular. Bir qab, nimçə falan belə bir qabdır. Onun içində darının sayı qədər. Gör, bu 2 dənə qabda darı, buğda nə qədər olar? Onun sayı qədər göyərçin gələcək. Belə. Deməli, göyərçin gətirmək bunlar. Üslubuna görə fərqlənən cümləni və onun üslubu xüsusiyyətini müəyyən edin. Burada deyir, bax, bu cümlədir. Deməli, bax, bu hissədir. Son illərdə Azərbaycanda 1200 hektar məsələsi var idi. Bax, bu cümlədir, bura qədər. Bu cümlə publisistik üslubdadır. Deməli, həmin cümləni yazırıq. Son illər Azərbaycanda, yəni o cümləni daha mən köçürmürəm, vaxt getməsin, həmin cümlədir. Son illərdə Azərbaycanda 1200 hektar sahədə məhsul zərər görmüş, bu isə milyonlarla manat itkiyə səbəb olmuş. Həmin cümləni köçürdünmü, daha sonra onun üslubu xüsusiyyətini yazacaqsan, həmin cümlə publisistik üslubda olduğu üçün publisistik üslubun xüsusiyyətlərini yazacaqsan, kütləvi anlaşıqlıq, təsirlilik, aydınlıq, ondan sonra məlumat xarakteri daşımaq, məlumat vermə xarakteri daşımaq, təsviri və analitik səciyyə daşıma və s. Publisistik üslubun xüsusiyyətlərini yazmaq lazımdır. Mətnə görə cəmaət hadisənin fövqəladə olduğunu nəyə əsasən anlamış olur? Deməli, gəlin birinci bu fövqəladə sözünə bir aydınlıq gətirək. Nədir fövqəladə? Baxın, fövqəladə nə deməkdir? Adi, belə deyək də, gündəlik haldan kənar bir vəziyyət, nadir bir vəziyyət, gözlənilməz bir vəziyyət, nə bilim, təhlükəli bir vəziyyət anlamını ifadə edir də, aydındır mı? Hansı ki, normal gedişatdan çıxan və təcili müdaxilə tələb edən bir haldır. Məsələn, sel, zəlzələ, daşqın, yanğın, partlayış, ondan sonra necə ki, çəyirtkə hücumu, bu bir fövqəladə vəziyyətdir. Cəmaət hadisənin fövqəladə olduğunu nəyə əsasən anlamış olur? Çünki bu hal, yazıram ki burada, çünki çəyirtkə hücumu nadir və təhlükəli vəziyyətdir. Buna görə, çünki cəmaət anlayır ki, çəyirtkələrin hücumu nadir bir hadisədir, bir vəziyyət, həm də təhlükəli bir vəziyyət. Belə bir fikir yazmısınızsa doğru olmuş olacaq. Nöqtələrin yerinə mətnin üslubuna, mətn bədii üslubdadır. Həmin bədii üsluba uyğun biz fikir yazmalıyıq nöqtələrin yerinə. Burada göyərçinlər tutu çox sevirlər, çəyirtkələr də tutu sevir, ona görə də bunlar düşməndirlər. Beləcə göyərçinlər onların məsələn, onların nə bilim nəslini kəsəcək, sonuna çıxacaq, axırına çıxacaq və s. Yəni, məhv edəcək anlamında bu kimi məcazi mənalı ifadələri yazmısınızsa doğrudur. Yazmısınızsa ki, məhv edəcək, səhv yazmısınız. Çünki məhv etmək məcazilik yaratmır.
Ona görə belə şeylərdə diqqətli oluruq. Digər növbəti bir publisistik üslubda olan maraqlı bir mətnimiz var. Hansı ki, bu gün müasir insanın daha çox əziyyət çəkdiyi, xüsusilə mən deyərdim ki, bu gün abituriyentlərin əziyyət çəkdiyi bir mövzu. Yuxusuzluq və onun sağlamlıq üzərindəki təsirləri. Çox maraqlıdır, maraqlı bir mətndir. Baxın, imtahanda publisistik üslubda olan bu ikinci mətni, məlumat xarakterli bu mətni sevə-sevə oxuyun. Buradan hər mətni oxuyanda sanki elə düşünün ki, bu mətnlə mən tanışam, təkrar oxuyuram. Bu düşüncə ilə siz girişin və sonucda nəticənizin nə qədər müsbət olduğunu görəcəksiniz və mənə dua edəcəksiniz. Aydındırmı? Bax belə. Baxaq 51-ci sualla hansı fikirlər doğrudur, hansı yanlışdır, hansı ehtimaldır. Deməli, birdə qeyd edir ki, yuxusuzluq beynəlxalq təşkilatın diqqətini cəlb edəcək qədər ciddi problemdir. Bəli, mətnin giriş hissəsinə yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının artıq araşdırması var, məlumatı var. Bəli, bu artıq beynəlxalq təşkilatın diqqətini cəlb edəcək qədər ciddi problemdir. Bu doğru. Alimlərin yuxusuzluğu genetik amillərlə izah etmək çətindir. Genetik amil məsələsi yoxdur. Ona görə 2 olan variantları sildim. Yuxusuzluğun ən ciddi fəsadları yalnız psixoloji gərginlik formasında təzahür edir. Yalnız yox. Burada psixoloji gərginlik məsələsi var. Yuxusuzluq depressiya yaradır, narahatlıq pozuntuları yaradır. Amma bundan əlavə yuxusuzluq ürək, damar xəstəliklərinə də yol açır. Aydındırmı? Ondan sonra insanda yaddaşı zəiflədir və s. Bir sıra proseslərə, problemlərə yol açır. Bu yanlış fikirdir. 1-3. Ona görə bunu da siləcəm. Cavabımız D çıxacaq. Uzun müddətli yuxusuzluq yaşayan insanın həyat keyfiyyəti aşağı düşür. Bəli, burada qeyd edir ki, uzun müddətli yuxusuzluq həyat keyfiyyətinin pisləşməsinə səbəb olur. Bu da var. 4 olan variantı zaten silmişəm. Cavabımız D olacaq. Ehtimala baxaq. Baxın, normal yatmayan insan bir şeyi uzun müddət yadda saxlamaq qabiliyyətinə malik deyil. Baxın, yuxusuz insanlar daha çox səhv edir. Çünki onların yaddaşları zəifləyir. Yaddaş zəifləyibsə, deməli, adam uzun müddət bir şeyi uzun müddət yadında saxlamaq qabiliyyətinə malik olmayacaqdır. Yəni, bunu artıq biz ehtimal edə bilərik. Ona görə cavabımız 1-4-1-3-6 olacaq D variantı. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikri bizdən soruşur. Mətnin sonuncu abzası, bax bu abzasla bağlı. Burada nə deyir? Bax, diqqətlə oxuyuruq. Yuxusuzluğun bu qədər ciddi təsirləri olduğu halda yuxu keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Düzdür, yuxusuzluğun təsirləri var, amma yuxu keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Yuxu rejiminə riayət etmək, hər gün eyni saatda yatmaq və oyanmaq. Məsələn, axşam saat 10-da yatıb, 22:00-da. Səhər saat məsələn 8-də yerindən qalxmaq bir anlıq. Yuxudan əvvəl ağır yeməkləri, bax, yuxudan əvvəl deyir, gün ərzində demir. Yuxudan əvvəl ağır yeməkləri və kofein tərkibli içkiləri rasionumuzdan xaric etmək lazımdır. Yataq otağını sükunətli, sakit, yəni daha sonra qaranlıq və sərin saxlamaqla da yaxşı yuxu üçün müsbət şərait yaranır. Göründüyü kimi yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlamlıq üçün ciddi bir təhdiddir. Uzun müddətli yuxusuzluq müxtəlif xəstəliklərin yaranmasına və həyat keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Yuxuya düzgün yanaşmaq və sağlam yuxu rejimi formalaşdırmaq sağlam həyat tərzinin əsasını təşkil edir. Yəni, nəticə hissədə bundan danışdı. Düzdür. İndi baxaq görək, hansı fikirlər yanlışdır. Deməli, indi baxıram, birinci suala baxıram, 52-də. Deyir ki, ümumi məzmununa görə mətnin digər abzaslarından fərqlənmir. Yəni, aşağı-yuxarı son abzasda da ümumən mətnin ümumi belə deyək də, məzmunu ilə səsləşən fikirlərdir. Yəni, burada yuxusuzluğun yaratdığı problemlər, belə deyək də, ondan sonra yuxuya düzgün yanaşmaq məsələsi, yuxu rejiminə və s. Yəni, ümumi məsələlər bunlardan ibarətdir. Ona görə bir son abzasla bağlı doğru fikirdir. Biri mən çıxacağım. Cümlələrdən birinin giriş hissədə işlənməsi daha məqsədə uyğun. Elə bir cümlə yoxdur. Abzas 3 hissədən ibarət müstəqil mətn kimi. Deyir ki, mən nəticə hissəni əslində 3 abzas şəklində verməliyəm. Yox, 2 abzas şəklində verməliyəm. Bax, bura qədər əsas hissənin abzasıdır.
burada yuxusuzluğun yuxu keyfiyyətini yaxşılaşdırmaq üsullarından danışır. Amma burada bu hissədə göründüyü kimi bax danışılan bütün məsələlərə bir yekun, bir nöqtə qoyur. Göründüyü kimi yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlamlıq üçün bir təhdiddir. Uzun müddətli yuxusuzluq müxtəlif xəstəliklərin yaranmasına, eləcə də həyat keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Yuxuya düzgün yanaşmaq, sağlam yuxu rejimi formalaşdırmaq, sağlam həyat tərzinin əsasını təşkil edir. Yəni bundan əslində biz bunu 3 yox, 2 abzas şəklində bölməliyik. Ona görə 3 səhvdir. 4 2 abzas şəklində verilməsi daha məqsədə uyğundur. Son abzas mətnin nəticə hissəsi olar. Bəli, 4 artıq doğru fikirdir. Problemin tibbi və alternativ həll yolu. Yox, burada problemin tibbi yolundan danışmır. Tibbi yolu o deməkdir ki, yəni həkim tərəfindən tibbi üsullarla araşdırılması, müalicə olunması lazımdır deməkdir da, aydındırmı? Burada tibbi yoldan danışmır, ona görə 5 də səhvdir. Cavabımız olacaq 2, 3, 5, yəni D variantı olmuş olacaq. Yuxuya müsbət təsir edən amillər, mənfi təsir edən amillər düzgünü soruşur. Bax, deyir ki, ağır yeməkləri və kofein tərkibli içkiləri gündəlik rasiondan çıxarmaq. Ona görə mən buranı xüsusilə vurğulamışdım ki, yuxudan əvvəl ağır yeməkləri və kofein tərkibləri, içkiləri deməli gündəlik belə deyək də rasionumuzdan xaric etmək. Yəni deyir ki, amma burada birdə deyir ki, gündəlik rasiondan. Yox, sən gün ərzində kofein tərkibli içki içə bilərsən, ağır yemək yeyə bilərsən, amma yuxudan əvvəl yox da. Ona görə bu yox, biri sildim. 2. Yuxu üçün konkret zaman və müddət ayırmaq lazımdır. Bəli, mətndə bundan danışır. 2-ni götürəcəm. Yəni vaxtında yatmaq, vaxtında durmaq. Yuxuya mənfi təsir edən amillər, yuxu müddətinin əsas hissəsini gündüz vaxtında deməli gündüz vaxtına salmaq belə bir şeydən danışmır. Yataq otağının lazımi parametrlərə cavab verməməsi bəli yuxuya mənfi təsir edən amildir. Bundan danışır 2 və 4. Yəni bu hissədə deyir ki, yataq otağını sakit, qaranlıqlı, sərin saxlamaq və s. bu məsələlərdən danışır. Bunları əməl etmədikdə yuxuya mənfi təsir edən amil kimi göstərilir. Cavabımız oldu Y variantı. 54-cü sualla davam edək. Yuxusuzluq beyində yaratdığı dəyişikliyin nəticəsi hansı hal kimi göstərilibdir? Deməli, məsələn, Y-də kimyəvi tarazlığın qorunması düşünmə və analizi sürətləndirir. Yuxusuzluğun beyində yaratdığı dəyişikliyin nəticəsi nədir? Yaddaş və konsentrasiya zəifləyir. Bu məsələsi var. Diqqət seviklik güclənir, yox. Psixoloji sabitlik yaranır, yox. Gərginlik, stres azalır. Əksinə, deməli, sonra kimyəvi tarazlığın qorunmasına düşünmə və analiz sürətlənir. Yox, buna bir dənə diqqətlə baxaq. Bax, mətn hissəsinə bir dənə də baxaq. Deməli, yaratdığı dəyişikliyin nəticəsi kimi hansı hal göstərilibdir? Diqqətli oluruq, bax, burada. Burada əslində məni biraz təzədən baxmağa mənə nə vadar elədi. Burada yazır ki, serotonin səviyyəsi aşağı düşür yuxusuz qaldıqda. Deməli, serotonin səviyyəsi yuxarı qalxdıqda insanda nə baş verir? Məsələn, gərginlik və stres artır. Bizdə yuxusuzluğun yaratdığı dəyişikliyin nəticəsini soruşursa, yaddaş və konsentrasiyanın zəifləməsindən danışır. Həqiqətən cavabımız A variantı olacaq. Digər fikirlər müsbət fikirlərdir. Yuxusuzluqdan bu müsbət anlayışlar yarana bilməz. Çərçivə içərisində verilmiş ifadə hansı cümlədə mətndəki mənada işlənibdir? Hansı ifadəni soruşurdu? Qoyun buraları biraz silim. Uzandığını, burada necə deyir onu? Deyir ki, yuxusuzluq iş yerində səhvlərin sayının artdığını və reaksiyanın müddətin uzandığını. Məsələn, birindən bir söz soruşursan, sənə ani cavab verməli olduğu halda yuxusuzdursa, bir neçə saniyədən sonra cavab verəcək. Çünki informasiya ona gec çatacaq və gec reaksiya vermiş olacaq. Reaksiyanın uzanması. Burada almanı dərmək üçün ona uzanmaq yox. İşlərim uzanıb, bunu saxlayıram. Aradan müddət keçdi, saçları uzanmışdı, yox. İt məni görən kimi arxası üstə uzanır, yox. Təbiət mənzərəsi uzanır, yox. Cavab variantımız B variantıdır. İşlərim uzanıbdır. Yəni, vaxtında görə bilmirəm da, aydındır. Müddəti uzanıbdır. Reaksiyanı da vaxtında verə bilmirəm da, müddəti uzanıbdır. Eyni mənaya gəlir. Cavabımız olacaq B variantı. Belə, mətndə yuxusuzluğun miqyasına görə qlobal problem olması hansı faktla əsaslandırılıbdır? Bax, qlobal problem olması hansı faktla? Baxın, mətnin elə
Deməli, bax burada qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Artıq bu qlobal bir problemə çevrilibdir. Hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Bax, bu cümləni köçürürsən, olduğu kimi oraya yazırsan, maksimum balını alırsan. Aydındır, bu artıq qlobal bir problemdir. Ümumdünya Səhiyyə Təşkilatı bir həyəcan təbili çalır və burada 7 milyon insandan danışır. Aydındırmı? Belə, mətnə əsasən müddəanı veribdir. Baxın, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlamlıq üçün ciddi təhlükədir. Bax, bu müddəanı, bu fikri, bu iddianı olduğu kimi götürüb bax buradan veribdir. Deyir ki, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlamlıq üçün ciddi bir təhdiddir, bir problemdir. İndi bunu fiziki sağlamlıq üçün təhdid olmasını, əqli sağlamlıq üçün təhdid olmasını necə əsaslandıra bilərik? Məsələn, əqli sağlamlıq üçün deyə bilərik ki, məsələn, insanlar məsələn baxın, daha çox səhv edir işdə, fokuslanma zəifləyir, iş yerində işin məhsuldarlığı aşağı düşür, yerə düşür yox, aşağı düşür. Burada indi dəyişiklik olmalıdır. Təbii ki, bu cümlə ilə bağlı sual olacaq. Bir fakt kimi belə yazarsınız ki, deməli, yuxusuzluq, yazırıq ki, burada yuxusuzluq iş yerlərində, bax bu hissədə, iş yerlərində, deməli, deməli, fokuslanmanı zəiflədir, işə fokuslanmanı zəiflədir. Baxıram, bax belə yazıram, işə qısa yazacağım, fokuslanmanı, deməli, zəiflədir, vergül, daha sonra reaksiya müddətinin sonra iş yerində məhsuldarlıq aşağı düşür. Hətta buradan reaksiyanı da yaza bilərəm. Bir dənə bura baxaq. Reaksiya müddətinin uzanmasına səbəb olur. Reaksiya qısa yazıram. Müddətinin uzanmasına səbəb olur. Bu bir fakt. Bu əqli sağlamlıq üçün ciddi bir təhdiddir. Aydındır. Bəs fiziki sağlamlıq üçün hansı təhdidləri var, hansı problemləri var? Bunlardan yazaq. Məsələn, yaza bilərik ki, məsələn, ən ciddi təsirlərdən biri ürək-damar xəstəlikləridir. Xüsusilə bax burada yuxusuzluq bədənin qan təzyiqini yüksəldir. Bu bir fakt. Ondan sonra ürək xəstəliklərinin yaranması ehtimalını artırır. Bu bir fakt. Ondan sonra yuxusuzluq bədənin insulinə olan həssaslığını azaldır. Glukoza metabolizmdə problemlər yaradır. Bu növbəti problem. Sonra məsələn, əqli sağlamlıq üzərində, məsələn, depressiya və narahatlıq pozuntularını kəskinləşdirir. Onu da yaza bilərik. Depressiya və narahatlıq pozuntuları, depressiya və narahatlıq pozuntularına səbəb olur. Qısa yazdım. Bu da əqli sağlamlıq üçün ciddi bir təhdiddir. Fiziki sağlamlıq üçün də mən indi hamısını oraya yazmayayım da. Məsələn, bir də deyirəm burada. Məsələn, bədənin qan təzyiqini yüksəldir, ürək xəstəliklərinin yaranması ehtimalını artırır. Aydın oldu? Bax belə. Bundan əlavə bədənin insulinə olan həssaslığını azaldır və s. Bu kimi problemlər də fiziki təhdiddir, fiziki bir problem yaradır. Bu kimi faktları yazmısınızsa doğrudur. Altına xətt çəkilən cümləni uyğun düzəlişlər etməklə yenidən yaz, ancaq qüsurlu məqamları düzəldəsik. Altına xətt çəkilmiş cümlə bayaq dediyim bir hissə idi. Bax, bu hissədir. Burada deməli nədən danışır? Baxıram. Deməli, yuxusuz insanlar daha çox səhv edirlər. Bura qədər problem yoxdur. Fokuslanma istedadları zəifləyir və iş yerində məhsuldarlıq yerə düşür yox, aşağı düşür olar. Aşağı düşür. Yerəni aşağı ilə 100% dəyişəcəksə, bəlkə də burada istedadları sözünü də dəyişmək lazımdır. Hal-hazırda ağlıma bir şey gəlmir. Bəlkə də onu da dəyişmək lazımdır, amma aşağı sözünü mütləq dəyişmək lazımdır. Aydın oldu. Bu da növbəti sualın izahı. 59. Yuxusuzluğun fərdi nəticəsi, bir də yuxusuzluğun ictimai nəticəsi. Hansı fərdi nəticə ola bilər, hansı ictimai nəticə ola bilər? Baxaq. Baxın, mətndə yuxusuzluğun bir ictimai nəticəsi kimi
ictimai nəticəsi kimi yalnız bu hissədədir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bu çox ciddi bir rəqəmdir. 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşməsi. Bax, onu buradan yazıram. Erkən ölüm riski. Bu artıq ictimai nəticədir. Amma yuxusuzluğun fərdi nəticəsi, baxın, mən adam tanıyıram ki, gün ərzində 4-5 saat yuxu yatır, ya onun qan təzyiqi yüksəlmir, ya onda yaddaş problemi yoxdur. Artıq adam ona uyğunlaşıbdır. Ona görə bax, burada qan təzyiqinin yüksəlməsi məsələsi, məsələn, yaddaşsızlıq məsələsi, depressiya və narahatlıq pozuntuları, ondan sonra və digər burada olan bir sıra problemlər var ki, düşünürəm ki, bunlar məsələn fərdi nəticədir. Aydındırmı? Hər adamda eyni cür reaksiyanı vermir yuxusuzluq. Məsələn, şəxsən mənim özümdə yuxusuzluq, bəli, qan təzyiqini yüksəldir. Həqiqətən də məndə qan təzyiqini yüksəldir. Təzyiqim qalxır. Yəni normal o yuxu rejiminə əməl etmədikdə. Aydındırmı? Ondan sonra bəli, məndə depressiya, bir narahatlıq pozuntusu yaradır. Həmin günü çox narahat oluram. Ondan sonra sanki keyfim olmur, əhvalım olmur. Müəyyən bir depressiya halı yaşayıram. Bu fərdidir məndə. Aydındırmı? Amma adam var ki, onda bu hal yoxdur. Ona görə biz fərdi nəticə kimi depressiya və narahatlıq pozuntularını yazsaq doğru olar. Qan təzyiqinin yüksəlməsi məsələsini yazsaq doğru olar. Deyək ki, yaddaşın konsentrasiyanın zəifləməsini yazmış olsaq, bax, burada bu fərdi nəticədir və s. Bu kimi məsələləri də fərdi nəticəyə yazsanız doğru olacaq. Nöqtələrin yerinə məzmuna uyğun bir ifadə yazasıyıq. Nə deyirdi burada? Deməli, bax, bu Nature, Neuroscience İngilis dilində. Bunun tərəfindən yayımlanan bir tədqiqat 5 saatdan az yuxu alan insanların düşünmə sürətinə və yaddaşına 20%-ə qədər azalma olduğunu sübut edib. Tədqiqat aparıbsa sübut edibdir, qeyd edib. Bu kimi fikirlər yazmalıyıq. Deməli, 2019-cu ildə deyək ki, filan qəzet tərəfindən yayımlanan bir tədqiqat 5 saatdan az yuxu olan insanların düşünmə sürətində və yaddaşında 20%-ə qədər azalma olduğunu göstərib, sübut edib. Bu kimi sözləri buraya yazmış olsaz doğru olmuş olacaq. Ola bilsin ki, bu anda mənim ağlıma hər hansı bir fikir gəlməyə bilər. O dediyim 2 sözdən, 3 sözdən əlavə siz başqa bir ifadələr yazmışsınız. Onu şərh bölməsində yazarsınız. Doğruluğuna birgə qərar verərik. Belə. Əziz abituriyentlər, izahımız bu qədər. İnşallah növbəti sınağın izahlarında görüşənə qədər. Dediyim kimi kanalıma abunə olaq, videonu bəyənək və şərh bölməsində də öz fikirlərimizi qeyd edək. Hələlik.